Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə əşrəfil ənbiyyə və mursalin. Nəbiyyina Muhammedin və alə alihi və sahbihi və mən təbiyyəhum bi ihsanin ilə yevmiddin. Əmmə ba'd. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Müxtəsər səhih əqidə sual-cavab 4. Es-sual: Mə huvəl ihsanu fil ibadə? İbadətdə ihsan nədir? El-cavab: Muraqabatullahi vahdehu'l-lezî yarana. Cavab: tək olan Allahı nəzərimizdə saxlamamız, hansı ki, o bizi görür. Əd-dəlilu minəl-Qur'an. Qur'andan dəlil. Qalallahu Teala: İnnallaha kana aleykum raqibə. Uca Allah buyurur ki, həqiqətən Allah sizə nəzarət edir. Və qala Teala: Əl-lezî yaraka hine taqum. Həmçinin uca Allah buyurur, o səni namaza duranda da görür. Əd-dəlilu minəs-sünnə. Sünnədən dəlil. Qalən Nəbiyyü sallallahu aleyhi və səlləm: Ən tə'budallaha kəənnəkə tərah, fə in ləm təkun tərah, fə innəhu yarak. Allah elçisi sallallahu aleyhi və səlləm buyurur ki, sənin Allahı görürmüşcəsinə ibadət etməyindir. Sən onu görməsən də, o səni görür. Beləcə biz ibadətdə ihsanın nə olduğunu öyrənmiş olduq. Artıq biz bilirik ki, harda oluruqsa olaq, uca Allah bizi görür. Mömin uca Allaha ibadət edərkən, sanki onu görürmüşcəsinə ibadət etməlidir. Allahın qarşısında tam ixlas, xüşu və təslimiyyətlə durmalıdır. İbadətdə olduğu müddətdə qəlbini və əzalarını ibadətdən başqa fikir və işlə məşğul etməli deyil. Həm daxilində, həm də xaricində Allaha qarşı ədəb ərkanı qoruyub saxlamalıdır. Subhanəkə Allahumma və bihamdik və əşhədu ən la ilahə illə ənt və əstəğfiruka və ətubu ileyk.